Barselona'ya gəlincə mən burada bu komandanın bir nömrəli ulduzundan danışmaq istəyirəm. Hans-Dieter Flick. Hans-Dieter Flick deməli. Meydandakiləri nəzər? Meydanda da var, bəli, Yamal var məsələn, əslində meydandakı Yamal, Rafinha. Yəni düzdür, bu mövsüm hər nə qədər yaşlaşsa da Lewandowski-ni də aid eləyə bilərik ki, bəli, meydanda oyunçular var, amma mən bu çempionluğu xüsusilə Hans-Dieter Flickin əməyi və əziyyəti hesab edirəm. Ümumiyyətlə bu Barselona elə onun əməyi əziyyətidir və xüsusilə onun müdafiə xəttinə baxanda insanlar biraz komanda çox yaxşı oyunun nəticələr əldə edirdi ya. Yəni bu müdafiəçilərlə çempion olmaq, bu müdafiəçilərlə uğur qazanmaq asan iş deyil. Bəzən deyirlər o komanda müdafiəçiləri ora qədər çıxardır. Yəni o kefindən eləmir. Dieter Flick bilir ki, yəni o 4 qol buraxacaq, amma müdafiəçilər ora çıxardır ki, 5 qol vurma ehtimalını da artsın. Yəni oyunu ora yıxmaq, orada oynamaq, həmin o dominasiyanı qurmaq. Çünki öndə də, ortada da kifayət qədər çox həmin o dominasiyanı oynaya bilən bax oyunçular. Rafinhadır, Yamaldır, Pedri'dir, Ferran Torres'dir lazım olsa, Lewandowski'dir lazım gəlsə, əlbəttə Olmo'dur lazım gəlsə, yox elə əmin yaxşılarından biri De Jong. Bu oyunçular. De Jong da çox zədələnir o da maşallah. Bunlar da Valverde ilə onu oynamaq istəyir. Bunlar da həmin oyunu Valverde ilə oynamaq, Tchouaméni ilə falanla oynamaq, o Kamavinga ilə alması işləyir. Onlar daha çox atletlər, fiziki futbola üstünlüyü verən oyunçulardır. Vinicius'u demirəm. Yəni 30 metrə məsafə lazımdır bir oyunçu keçməyə. Yəni belə problemlərlə, yəni iki komanda arasındakı fərq budur, amma burada həm məşqçi işi var, həm də təbii ki, məsələn Dani Olmo'nu biz dəfələrlə cinahda oynatdığını, Ferran Torres'i ona çəkdiyini, çox ciddi taktik gedişlər, topu çevirmə məsələsində də onsuz da Barselona yəni genetik kodları var da, yəni bu işdə ustadırlar. Bu mənada Hans-Dieter Flick'i mən uğurlu hesab edirəm. Düzdür, Barselonada da ondan hər kəs Çempionlar Liqası çempionluğu gözləyir. Özü də açıqlamasında verdi, amma yəni mən yenə də bu müdafiə xətti ilə gələn ildə şansı görmürəm. Çünki insanlar unudurlar ki, rəqabətdə olduğu Çempionlar Liqasındakı qarşı tərəfdə Saliba Gabriel var, Jurriën Timber var, Ben White var, o tərəfdə Marquinhos var, Pacho var, Nuno Mendes var, Hakimi var. Yəni ki, belə ola bilər yarım müdafiə və hücum xəttində müəyyən qədər Arsenala, Paris Saint-Germainə, Bavariyaya, düzdür Bavariyanın da müdafiə, amma yəni Bavariyanın müdafiədə problemləri olsa belə, yəni bir Upamecano səviyyəsində bir lider, stoperi belə yoxdur Barcelona. Qısa belə deyə bilərik, Barcelona bu dəqiqə dünyada hücum futbolunda belə ümumi desək, kimə desən rəqib ola bilər. Bəli, amma müdafiə planda ola bilməz. Müdafiədə oradan böyük çatışmazdır. Problem də odur. Amma bu da nədir? Çempionlar Liqasında çempion olmaq istəyirsənsə sən, balansın olmalı. Kimə desən baş ağrı eləyir. Balansın olmalıdır. Yeri gəlmişkən bu mənada qısaca bunu da deyim, Barcelona ilə bağlı yekunlaşdırım ki, həqiqətən Hans-Dieter Flick möhtəşəm iş gördü, xüsusilə də bu il.